Xonsari rəhmətullahi əleyh böyük bir məqam sahibi idi. Onun namazı var məşhur, istisqa namazı, qumda qılır namazı, yağış namazı. Məşhur hadisədir, özdə yaxınlarda olub deyə, xəbərlərdə də, yəni yaxınlar deyəndə məsələn, mən bir nə qədər bundan qabaq, amma müasir dövrə təsadüf edir və dünyada da yayılmış bir hadisədir. İlini mən dəqiq bilmirəm. Deyirlər, o zaman Rus qoşunları da İrandaymış və görürlər ki, Ayətullah Xonsari gedir, cəmaat da dalıcan, qumdan çıxırlar bir səhrada namaz qılmağa. Ruslar soruşur ki, bu nədir, bunlar bu axın hara gedir? Deyirlər, bunlar gedir, dua eləsin ki, Allah yağış versin. Bunu deyəndə Ruslar başlayır gülməyə, məsxərə eləməyə ki, dua ilə yağış yağar. Bütün xəbərlər deyib, mütəxəssislər deyir ki, qumda yağış yağmayacaq, quraqlıqdır. Ayətullah Xonsari gedir, namaz qılır, deyirlər, namazını bitirir, cəmaat evinə çatmamış, leysan yağır və bütün hamı da buna şahid olur. Onun duası ilə.